Gəncədə müasir ekoloji çağırışlar və ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin aktual problemləri mövzusunda elmi-praktiki konfrans təşkil olunub. Konfrans konstitusiya və suverenlik ili çərçivəsində ölkəmizdə ekoloji təhlükəsizlik, təbii sərvətlərin mühafizəsi və ətraf mühitə qarşı hüquq pozuntularının qarşısının alınması məqsədi ilə keçirilib. Konfrans Ulu Öndər Heydər Əliyevin və vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə açılıb. Gəncə Dövlət Universitetində baş tutan konfransda universitetin rektoru Professor Yusif Yusibov konfransın dövlətin ekoloji siyasəti habelə konstitusiya və suverenlik ilinin prioritetləri baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Baş Prokurorluğun Elmi Tədris Mərkəzinin rəis müavini Səbuhi Şahverdiyev ekoloji təhlükəsizlik və davamlı inkişaf istiqamətində dövlət siyasətinin aktual məqamları, həmçinin müasir çağırışlar barədə danışıb. Mərkəzin şöbə rəisi, hüquq üzrə fəlsəfə doktoru Nigar Gələndərli konstitusiya və suverenlik ili çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində hüquqi tənzimləmənin əsas istiqamətlərinə və ekoloji münasibətlərə konstitusion hüquqi yanaşmalar barədə məlumat verib. Gəncə şəhər prokurorunun müavini Nicat Şahverdiyev ekoloji hüquq pozuntularının aşkar edilməsi və cinayət təqibi tədbirlərinin təkmilləşdirilməsi üzrə görülən işləri diqqətə çatdırıb. Cinayət təqibindən kənar İcraatlar İdarəsinin böyük prokuroru Şəbnəm Məmmədova ekoloji hüquq pozuntularına dair mövcud tendensiyalar və nəzarət mexanizmlərindən söz açıb. Hüquqi təminat və İnsan Hüquqları Məsələləri İdarəsinin prokuroru Tural Mürsəlov sağlam ətraf mühitdə yaşamaq hüququnun insan hüquqları sistemində xüsusi yer tutduğunu qeyd edib. Gəncə Dövlət Universitetinin Ekologiya və Təbiəti Mühafizə Kafedrasının müdiri Professor Sevda Əhmədova, AMEYA-nın müxbir üzvü, Universitetin Botanika Kafedrasının müdiri Professor Vaqif Novruzov, həmçinin Ekologiya və Təbiəti Mühafizə Kafedrasının müəllimi Vüsal Musayev konfrans zamanı əhəmiyyətli mövzular üzrə çıxış ediblər. Azərbaycan Respublikasının Baş Prokurorluğu həm COP29, həm COP30 çərçivəsində qlobal iqlim idarəçiliyi ilə bağlı müzakirələrdə yaxından iştirak edir və ümumiyyətlə ekoloji hüquq pozmalara qarşı effektiv nəticələrin əldə olunması məqsədi ilə media və ictimaiyyətlə kommunikasiyanın gücləndirilməsi ilə bağlı geniş miqyaslı tədbirlər həyata keçirilir. Və bu tədbirlər çərçivəsində həmçinin professor, müəllim, tələbə heyətləri ilə görüşlər də nəzərdə tutulmuş və effektiv nəticələrin əldə olunması məqsədi ilə nəinki ancaq hansısa sanksiyaların tətbiq olunması, həm də bu kimi ictimai məlumatlandırma tədbirlərinin də böyük əhəmiyyətinə vardır və bu kontekstdə bugün Gəncə və Lənkəran şəhərlərində geniş miqyaslı tədbirlər həyata keçirildi. Həmkarlarım və akademik heyət tərəfindən, professor, müəllim, tələbə heyət tərəfindən əhəmiyyətli mövzulara toxunuldu, səmərəli müzakirələr aparıldı. Ümidimiz var ki, bu platforma gələcəkdə də Respublikamızın digər regionlarında da baş tutacaqdır. Konfrans zamanı səmərəli müzakirələr aparılıb, sonda isə xatirə fotosu çəkilib.